Günay'a yazdım ki, Günay, uşaq pulu verilməsin dediyin insanların, uşaqların atası bugün şəhidlər xiyabanında uyur. O uşaqların uşaq pulu verilməlidir. Amma Günay Ağamalı şəhidlər xiyabanında uyuyan şəhidlərin uşaqlarının pulunun verilməməsinin deməli tərəfdarıdır. Bu nə dərəcədə düzgündür Günay Ağamalı? Heç utanmadın mı Günay Ağamalı sən o ifadəni işlədəndə? Sən özün ailən dağılıb boşanmısan. Sən uşağına hansı pulla baxırsan? Biz çox gözəl bilirik. Atan Gilas Fəzaildən qalanlardan sənin eninə, uzununa bəsdir. Sənin ehtiyacın yoxdur uşaq puluna. Amma Azərbaycanda Könül xanımın, Könül Əhmədovanın uşaq puluna ehtiyacı var. Azərbaycanda şəhid ailələri var ki, ata şəhid olub, onların xanımlarının uşaq puluna ehtiyacı vardır. O uşaq pulu ailənin sosial təminatını təmin etmir. O uşağın necə deyirlər, lazım olan tələbləri üçündür, məktəblər bazimatı üçün, əyinbaşı üçün, uşaq üçün lazım olan bir məsələləri həll etmək üçündür. Valideynin problemini həll etmir o. Bugün Ermənistanda uşaq pulu verilir, amma neft-qaz ölkəsi olan Azərbaycanda uşaq pulu verilmir. Məhz sənin kimi təyinatlı deputatların sayəsində Günay Ağamalı. Utanmadan da belə bir çıxış elədin, qızarmadan. Amma sənin Günay Ağamalı necə deputat seçildiyini İtalyandan biz hamımız çox gözəl bilirik. Orada deməli Könül xanım seçiciləri şirinlikləndirici yolla əl alıbdır. Pul paylamaqla və s. Bütün onun hamısı faktlar və prokuraturaya da həmin fakt təqdim olunub orada. Amma prokuratura baxmayıb da. Məlum Azərbaycanda nə prokuratura sistemi müstəqildir, nə məhkəmə sistemi müstəqildir. Çünki Azərbaycanda Könül xanım hüquq mühafizə sisteminin özü belə kriminallaşıbdır. Hüquq mühafizə sisteminin kriminallaşdığı Azərbaycanda heç bir haqdan, ədalətdən biz danışa bilmərik. Orada yalnız insanların haqlarının pozulmasından söhbət gedə bilər.